Son günlər aramsız yağan güclü yağışlardan sonra 7000 nəfərədək sakini olan Neftçala rayonunun Həsənabad qəsəbəsində yaranan vəziyyət ciddi narazılığa səbəb olub. Sakinlər deyir ki, hər dəfə yağışlar yağanda eyni vəziyyət yaranır. Yağış və qurund sularının toplanmasına ən çox Həsənabad qəsəbəsinin Səməd Vurğun küçəsində rast gəlinir. Sakinlərin dediyinə görə bu vəziyyətdən əziyyət çəkən təkcə böyüklər yox, həm də məktəblilərdir. Gözümüzü açandan bu vəziyyətdədir. Yəni su dizdən, dürənləri su burada dizdən idi. Vallahi uşaqları çiynimizdə aparırıq bu vəziyyətdə. Neçə illərdir belədir. Mən elə 26 yaşım var, gözüm açandan bu vəziyyəti görürəm mən. Qəsəbə sakinləri bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da məsələ həllini tapmır. Belə ki, hər müraciətdən sonra qurumlar yalnız küçədən suyu çəkməklə işini bitirmiş hesab edir. Drenaj sisteminin təmizlənməməsi səbəbindən isə küçə yenə də su ilə dolur. Biabırçılıqdır, belə küçə çöl olmaz. Uşaqlarımız məktəbə gedə bilmir, özümüz düşana çıxa bilmirik, heç yerə gedə bilmirik. Evim, eşiyim hamısı suyun içində batıbdır. Məktəb tərəfə gedib baxsınız, məntəqə tərəfə gedib baxsınız. Yəni ki, məntəqə tərəfdə orada asfalt görünür sənətdə, amma indi asfalt yoxdur. Bizim problemimiz bu da başa dönür. Sudan nə heç yerə gedə bilmirik, nə mağazəyə, nə dükana, nə qırağa çıxa bilmirik. Həyətimizdən bir yağdan neçə metrə su atmışam. Evimizin altı hamısı suyun içində, evlərimiz hamısı göyərib sudan. Həsənabad Bələdiyyəsindən isə bildirildi ki, adı çəkilən küçədə yaranan vəziyyət son günlər yağan intensiv yağışların nəticəsidir. Əsas məsələ problemin köklü həll edilməsi olsa da, bələdiyyənin yetərli büdcəsi yoxdur. Son günlərdə Neftçala rayonu Həsənabad qəsəbəsində yağan intensiv yağışlar və qar yağıntıları nəticəsində Həsənabad qəsəbəsinin bəzi küçələrində, eləcə də Şəmsəddin Orucov adına bir saylı qəsəbə məktəbinin birləşdiyi Səməd Vurğun küçəsində yağıntılar səbəbilə yağış yağıntıları bir nöqtədə toplanmış və məktəblilərin gediş-gəlişinə maneələr törətmişdir. Hadisə ilə bağlı müraciətləri nəzərə alaraq həmin yerə baxış keçirilmiş, müvafiq qurumlarla birlikdə baxış keçirilmiş və bu problemin aradan qaldırılması üçün görüləcək işlər planlaşdırılmışdır. Görünən budur ki, Həsənabad qəsəbəsi, xüsusilə Səməd Vurğun küçəsinin sakinləri rəsmi qurumun hərəkətə keçməyini uzun müddət gözləyəcək. Həmin vaxta qədərsə eyni qaydada əziyyət çəkəcəklər.